Pomidorun qiyməti niyə 6 manatdır? Axı Azərbaycanda bitir. Məhsulun yol xərci var ha. Onun cəmi qiymətinin 5% qədər tutur çox vaxt. İndi bəzi ölkələrdə gömrük şərtlərindən asılı olaraq, amma məhz daşınma xərci çox da böyük təsir eləmir onun qiymətinə. Əsas təsir iqtisadiyyatın elə əlifbasından bilirik ki, tələb təklifdir. Hazırda pomidora yüksək tələb olduğundan, qış ayları olduğundan və ən çox bizim şimal qonşulara ixrac potensialı böyük olduğundan və yollar normal işlədiyindən bir çox Azərbaycanda bitən pomidorlar eksportu olduğuna görə Azərbaycanda az qalır və qiyməti təbii olaraq qalxır olur 5-6 manat hazırki olduğuna görə. İndi Allah eləməsin, onun sübutu əvvəlki illərdə də olub. Bircə həftə 10 gün əgər yol bağlı olsa, Azərbaycanda yetişən pomidoru buraxmasalar, keçən qış idi, deyəsən 2 il bundan qabaqki qış kimi 1 manata pomidor bizim piştaxlarda dolu olar. Çünki xarab olan məhsuldur, onu təcili sürətdə satmaq lazım. Sağ olun.